Salam Əmlakçı kanalının izləyiciləri, mən son videolarımızdan birində ünvan portalı haqqında məlumat vermişdim və məlumat vermişdim ki, ünvan portalı yenilənəcək və budur, artıq ünvan portalı yenilənibdir. Google-da ünvan portalı yazmaqla siz bu portala daxil olursunuz. Burada yeniliklərdən biri nədir? O barədə sizə məlumat verim. Əvvəlki videolarımda mən o koordinatlarımızı Google Earth Pro və ya müxtəlif Android smartfonlar üçün, iOS smartfonlar üçün applar olurdu. Həmin applar vasitəsilə, proqramlar vasitəsilə tapmaq haqqında danışmışdım. Artıq dövlətin bizə verdiyi imkanlardan istifadə edərək dövlət portalında siz öz koordinatlarınızı tapa bilərsiniz. Qısa onu izah edeyim. Deməli dostlar, burada görürsünüz, biz burada giririk, koordinat get bölməsindən əvvəl baza xəritə giririk ki, biz buradan peyk görüntünü seçək. Peyk görüntünü nəyə görə seçirik? Çünki burada təxminən torpağımızın hansı ərazidə yerləşdiyini peyk görüntüləri vasitəsilə tapa bilirik. Məsələn, Abşeron yarımadası daha rahatdır belə tapmaq. Buradan gəlirik koordinatlara get bölməsində. Koordinatlara get bölməsində bizdə görürsünüz 3 bölmə var. Coğrafi, UTM-38 və UTM-39. Biz UTM-38 və ya UTM-39'da axtaracağıq. UTM-38'i seçirik. Adətən bu bizdə qərb rayonlarıdır. Bax, burada informasiya düyməsini basanda bizdə burada xəritə çıxardır ki, UTM-38 hansı ərazidədir. Deməli, yuxarıdan, şimaldan başlasaq, Qusa, Quba, İsmayıllı, Kürdəmir, həmçinin Ağsu, İmişli rayonlarından sonra qərbi olan digər rayonlar hamısında UTM-38'dir. Məsələ üçün, burada bizdə gedir Qəbələdir, Göyçaydır, Ucardır, Zərdabdır, Beyləqandır və ondan qərbə bütün digər rayonlar bu çəhrayı rəngdə olan ərazilər. Bu gedir UTM-38. Bu şərti xəttdən sağda olan ərazilər isə UTM-39 və həmçinin Bakı və Abşeron. Bunu yadınızda saxlayın. Bu bizim qısa videomuz idi. İndi mən sizə geniş videoda koordinatları necə tapmaq lazımdır, o barədə məlumat verəcəm.